Ümumiyyətlə, iftara ki, dəvət olunuruq, iftarı biz ailəmizlə açmağımız yaxşıdır öz evimizdə, yoxsa dəvət olunan yerdə hansını eləməyimiz daha yaxşıdır? Burada biz diqqət eləməliyik bir neçə məsələyə. O məsələ də bundan ibarətdir ki, məsələn, bəzi böyük alimlər, bəsirət sahibləri, onların göstərişi budur ki, evdə olması daha yaxşıdır. Bəzilərinin göstərişi budur ki, yox, kimlərsə dəvət eləyirsə, ictimai yerlərdə cəmaatla qaynayıb qarışmaq, o özü böyük, daha əhəmiyyətlidir orada iştirak eləmək. Amma bu ikisini qarşı-qarşıya yoranda bəzən olur ki, insan, məsələn, kişi bir ayın 29-30 gününü görsən ki, elə dəvət olunur, iftarlarda iştirak edir, ailəsi bəzən narazıçılıq eləyir, ailədə narahatçılıqlar yaranır. Bu halda şəxsin vəzifəsi budur ki, daha əhəmiyyətli hansıdırsa ona riayət eləsin. Ola bilər bəzi, məsələn, dəvətlərdən imtina eləyə bilərsə, haqqı çatırsa imtina eləsin, ortada da bir problem yoxdursa imtina eləyib öz ailəsinə vaxt ayırsın, öz ailəsinə harasa iftara aparsın və yaxud öz ailəsinə birlikdə iftarı keçirsin ki, bu narahatçılıqlar baş qaldırmasın.